Danış Müslüm. Məni öldürəcəksən, yoxsa aman verəcəksən? Niye soruşursan? Mən verilən vədə inanıb qılıncı yerə qoydum. Yoxsa heç vaxt təslim olmazdım. Mənim üçün döyüş meydanında ölmək daha xoş idi. Aman Haşimilerin bu gururundan. Əsirlikdə də meydan oxuyurlar. Bu tayfa yalvarışın ne olduğunu bilmir. Biz yalnız Allahın dərgahına yalvarırıq. Eleyse Allah'a yalvar. Belki Allah yalvarışını eşidip seni öldürmeye mənə imkan vermedi. Mən Allahdan yalnız bağışlanmaq istəyirəm. Size demedim ki Haşimi gururu hatta Allah'a da yalvarmağa icazə vermir. Seni öldüreceğim Müslüm. Düşməni bağışlayacaq qədər səxavətli olmadığına əminəm. Burada iştirak edən qohumlardan birinə vəsiyyət eləmək istəyirəm. Buyurabilirsin. İbn Səd, mənim sənə qohumluğum çatır. Vəsiyyətimi sənə söyləmək istəyirəm. Sir saxlaya bilərsən? Mən yaxşı sirdaş deyiləm. Mən özürlü hesab elə. İbn Səd, etiraz eləmə. Axı kişilikdən uzaqdır. Görmürsən ölüm ayağındadır. Vəsiyyətinə qulaq as. Vəsiyyətinə qulaq assam, sonra onu əməl eləməyə məcbur olacağım. Nə eybi var ki? Onun kimi bir mürtədin vəsiyyətinə əməl eləməyin savabı olmadığı kimi günahı da yoxdur. Yalnız sənin alicənamlığını arta bilər Ömər Səd. Əgər onun vəsiyyəti sizin istəklərinizin əksinə çıxarsa, yenə də onu alicənablıq hesab eləyəcəksiniz. Hələ ki onun vəsiyyətini eşitməmişik müsəlman. Əgər onun vəsiyyəti mənim şəxsi mənafeyimə zidd olarsa, əməl eləməyinin heç bir eybi yoxdur. Amma vəsiyyəti müqəddəs şəriətin hökmlərinə zidd olarsa, əməl eləmə, kəfarəsini ver getsin. Get. Vəsiyyətin elə Müslüm. Əmim oğlu Hüseynə xəbər elə ki, Kufəyə gəlməsin. Bir də istəyirəm, ölümümdən sonra cəsədimi torpağa dəfn eləyəsən. Kufədə də 700 dirhəm borcum var, onu ödəməyini istəyirəm. Zirehimi satıb borclarımı ödəyərsən.